Ya Allah, dostlar, bu günləri sizi çox səliqəli, 2 mərtəbəli evdən tanış etməyə gəlmişik. Həqiqətən sözün əsl mənasında çox səliqəli, möhkəm tikilmiş evdir. Birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi də monolit betondur. Fundamentin betonudur, üstünün kəməridir, mövcuddur. Həyətdə ayaq yolu, yəni mövcuddur, manqal. Necə atam? İşığı şotikdən söndürüblər də, olasın. Həyətində manqal da mövcuddur, setka da mövcuddur. Qəşəng yığıncaq eləməyə və yaxud oturub qonaqlıq eləməyə əladır. Təmiz havada. Dostlar, evin qiymətini istəyirəm qeyd edim. Qiymət olaraq gördüyünüz bu səliqəli 5 otaqlı ya 6 otaqlı. İndi içinə daxil olanda lap ətraflı tanış edəcəm sizi. Qiymət olaraq 175.000 manatdan satışa çıxır inşallah. 175.000 manatdan. Zabradın Kuruğuna tam yaxın bir ərazidə yerləşir. Zabradın Kuruğuna çox yaxın bir ərazidir. Gözəl insan, gəl bir dənə tanış edək evi. Ay maşallah. Vay vay vay, bu nə gözəllikdir, həqiqətən. Döşəmə istipoldur. Qəşəng. Burada evin mətbəxti mövcuddur, xanımların çox sevdiyi bir yer. Mətbəx də genişdir ya. 8 metr var mı? Baba kəzal qəşəkdir. 8-in 3.50 olar, 4 olar. Baba 175 minə çıxıb satışa. İstifol da, hər. 175-ə çıxıb satışa. Əladır. Yanırdı qaqa. Hamam ayaq yolu da, aksesuarlar da hazırdır və genişdir. Par yanır maşallah. Bu da bir yataq otağı. Dizayn çox qəşəng. Super, super. Allah alana da, satana da xeyir versin. Gözəldir həqiqətən. Monolit beton. İnşallah qiymətdə yaxşı endirimdə olacaq. Daxil olur 2-ci mərtəbəyə. Qapılardakı sözün deyil, qızılı. Ay maşallah. Həmşə şükür, həmşə şükür. Allah hər kəsə belə gözəl ev qismət eləsin inşallah. Törü çəkmə. Ha? Yeri bilərlər, hə? Bu 2-ci mərtəbənin bir yataq otağıdır. Balkona çıxışı da var. Yataq otağından. Bu gördüyün 2-ci yataq otağıdır. Burada da evin 3-cü yataq otağı. Maşallah. Balkona da çıxışı var. Törü göstərmə görən kimi tanıyacaq olar. Deyəcəklər ki, bir vaxt ev alın deyə. Burada da 4-cü yataq otağı. Bir də babək, bu ev həqiqətən keyfiyyətli tikilib ha. Bax, bu materiallar baha olur da, karisli pəncərələr baha olur. Bilənlər bilir. 2-ci mərtəbənin də sanuzeli. Ay maşallah. Vay, nə gözəllik. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Babək, nə deyə bilərsən son olaraq? Son olaraq onu verim ki, bəyənin. Bu ev olmayanlar gəlsin, agah olsun ki, belə evlərimiz var. Bəli, hər büdcəyə uyğun satışlı evlərimiz var. Hər büdcəyə uyğun. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.